Salam bir daha, hər vaxtınız xeyir olsun. Bugün 30 iyun bir nəfər Fariz bəy artıq Azərbaycandan gəlib. Gedirik Fariz bəyi qarşılamağa. Fariz bəyi qarşılayacaq, aparıb yataqxanaya yerləşdirəcək. Yataqxanaya yerləşdirəndən sonra miqrasiya polisindən növbə götürüləcək. Növbədən sonra artıq Fariz bəy polisdə qeydiyyatdan gedəcək. Ondan sonra iş yerində yoxlamaya gedəcək. Yoxlamadan həkimdən keçdikdən sonra çox güman ki bir həftə içərisində artıq işə çıxacaq. Fariz Bey'i karşılayarken video çekeceğim. Dikkatli olun. Orada da biraz sohbet edeceğiz. Salam, hər vaxtınız xeyir. Fariz Bey artıq gəlib çatıb. Gedirik Fariz Bey Xılavdin adresindən, yəni Pilzenin əsas dəmir yolu vağzalından qarşılamağa. Qarşıladıqdan sonra koordinatorla bir yerdə aparatıq qalacağı yerə yerləşdirəcəyik inşallah. İzləmədə qalın. Fariz Bey təxminən 6-7 ay çəkdi təxminən onun viz almağı. Artıq buradadır. Praga'dan düştü. Katar'la geldi Pilzen'e. Pilzen demir yağızalından götürmeye gidiyor. Tamam beyciğim, ne var ne yok. Gel sana bir laf atayım. Vaziyet. Nasıl oldu görüştük ya. Neyse, ne işlersin? Kendiniz yaptın ha? Bunun da şimdi oldu. Bir defa önce bir insan. Widzę. So, geldi, otağa çatdı. Pasportu da göstereyim. Burada da vizanı da size bir yeri göstereyim. Vizanı da şeklini göstereyim. Bugün düştü Fariz Bey. Deməli, ən gec, ən uzun müddətə gələnlərdən biri Fariz Bey oldu. Bir ildən çox çəkdi. Bir il 4 ay, 5 ay kimi çəkdi. Yəni dediyim kimi, el adam var 4 aya gəlir, el adam var 3 aya gəlir, el adam var 1 ilə gəlir, el adam var il yarıma gəlir. Buradakı tək vəziyyət, tək səbəb Çex həsəbliyində görüşünü götürməkdən asılıdır. Yəni heç kim sizə, mən yox başqası belə sizə tez bir müddət deyirsə, orada yalan var, çünki bunu heç kim garanti edə bilməz. Növbə prosesinə heç kim müdaxilə edə bilməz. Ona görə də hər şey, yəni gəlməyimiz, işə çıxmağımız növbədən asılıdır. Digər proseslər 2-3 ay içində həll olur. Otaq budur, hələlik Fariz Bey bir həftə 10 gün kimi burada qalacaq. Bir həftə 10 gündən sonra artıq iş yerinin yaxınlığına keçəcək və yaxud da danışıb burada da qala bilərik. İndi onu qərarlaşdıracaq inşallah. 3-4 gün içində, bir həftənin içində miqrasiya polisi, polisdən sonra artıq zavur başlayır. Oldu, hələlik. Sağ ol. İşte Farizgil'e təhvil verdik. Farizgil bugün gedirlər artıq qalacaqları yerə. Həm Fariz, həm Elnur. Elnur bugün miqrasiyadan keçdi. Gedirlər qalacaqları yerə. İnşallah oradan da işə çıxacaqlar inşallah. Oldu, hələlik danışarıq.